Və digər məsələ keçin ki, yaşla bağlı pensiya. Deməli, pensiya yaşa görə necə hesablanır? Bir gün hal-hazırda pensiya kapitali 46.080 manat hesablanır. 46.080 manatdan yuxarı kim nə yığılırsa, hörmətli izləyicilər, artıq o pensiya əlavədir. Eyni zamanda onu qeyd edin ki, hörmətli izləyicilər, yəni ki, həmin 46.080 manat 144 aya bölünür. Amma qanunverici əsasən hər 6 ildən bir pensiya yaşını çatdıqda pensiya hesablana bilər. Həmin 6 ildən bir hesablananda 72 ayı. Həmin pensiya kapitalı nə qədər yığmışsınızsa, o da 72-yə vurulmalıdır. Hörmətli izləyicilər. Yəni onu nəzərə alın. Eyni zamanda əlillərlə bağlı bir şey deyim ki, hörmətli izləyicilər, təzədən həmin məsələyə qayıdaq. Siz əgər inzibati məhkəməyə müraciət edirsiniz ki, belə deyək, müavinətdən keçən əlilliyə pensiya, bu əlilliyin təyin olmasıdır. Yəni ki, insanlar buna görə fikir saç-baş qalmasın. Əlilliyin təyin olması başqa şeydir. Müavinətdən pensiya keçmək başqa bir şeydir. Hörmətli izləyicilər, nəzərə alın. Əsas məsələdən biri budur. Hətta bütün vətəndaşlara qeyd edin ki, əgər 2006-dan 2018-ə qədər işləmişsiniz, verginiz olubsa, vergi ödəməlisinizsə, vergini təzədən hesab edərək, sosial ödənişdən söhbət gedir. Təzədən hesab edərək, ödəyərək məhkəməyə müraciət edə bilərsiniz ki, sizə pensiya hesablansın, hörmətli izləyicilər. Hörmətli izləyicilər, qeyd edin ki, mənim şotla birlikdə 1700-dən artıq videom var. Buyurun, baxın, müharifənim, istər pensiyanla bağlı olsun, istər sosial yardımla bağlı olsun, istər əvvəllə bağlı olsun, istər vəsailə bağlı olsun, istər digər məsələlə bağlı olsun. Və sonunda da onu qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefon hüququ məsələsinin və əyanın hüququ məsələsinin verilməsi 10 manatdır, hörmətli izləyicilər. Zəhmət olmasa mənə dəstək üçün videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin xəbəri olsun. Eyni zamanda onu qeyd edin ki, evdən çıxa bilməyən şəxslər onlayn qaydada müraciət edərək ərizənin yazılmasını məndən istəyə bilər. Ərizələrə yazıb e-mail, WhatsApp ünvanına göndərə bilər. Bir də hörmətli izləyicilər, sizdən xahiş edirəm. Baxsınızsa, videodan faydalanırsınızsa, imkan daxilində, yəni kimin gücü nəyə çatırsa, kanala dəstək üçün iyanə etsin. Diqqətinizə görə sağ olun. Sağ olun, hörmətli izləyicilər.